Qarabağdan gələn namələr. Bir namə yazmışam, can üzə-üzə. Bad-i səba, apar sən o gül üzə. Soruşsa yar ki, bu kimləndi bizə? Söylə gülən, sizin divanədəndir. Qarabağ namələr. Bugün Qarabağdan gələn namələr sırasında Fatma xanım Kəminənin də əsərləri var. Azərbaycan ədəbiyyatının tədqiqatçıları onun yaradıcılığını sevə-sevə araşdırıblar. Bu, söz sənət adamının sevgi dolu şeirlərinin hər sətrində şairanə əhval-ruhiyyə, müsbət ovqat müşahidə olunur. Ənbərin buyu əgər dolmuş o geysulərdə, belə xoşbuy dəxi olmuş o xoşbulərdə. Gər deyəm müşk o ahuy xutəndə tapılır, etmişəm bəlkə xəta, yox o ahulərdə. Onun həyat və yaradıcılığı barədə 19-cu əsr təzkirələrində yazılıb. Onlardan biri də Mir Mövsüm Nəvvabın Təzkirə-i Nəvvab əsəridir. Əsərdə Fatma xanımın 400-ə yaxın şeirinin olduğu bildirilir və bu şeirlər kitaba daxil edilib. Fatma xanım Kəminə haqqında Firidun bəy Köçərlinin də təzkirəsi var. Təzkirədə oxuyuruq. Qarabağın 3-cü şairə-i möhtərəməsi İsmət Məab Fatimə xanım Kəminə təxəllüsdür ki, Səbiyyə-i Mirzə bəy baba vələdi Əliyar bəydir. Mirzə bəy baba Əliyar bəy oğlu Fəna 19-cu əsr Azərbaycan şairidir və təvəllüdü 1787-ci ilə, vəfatı isə 1867-ci ilə aid edilir. Mirzə Fatimə xanım təvəllüd edibdir Şuşa qalasında 1257-ci il tarixində. Təlim və tərbiyəsi dəxi Şuşa qalasında olubdu. Mirzə Fatimə xanım türk və fars dilində yaxşı savad əxz edib. Hər iki lisanda gözəl şeirlər yazırdı. Firidun bəy Köçərli oxucularına Qəzəl-i Farsi-i Kəminəni təqdim edir. در ره عشق تو ای دوست چنان ناشادم چون غبار ره تو داده فلک بر بادم مرغ بی بال و پری بودم و در قید خزا دام گسترد و گرفت و به حیل صیادم آهویی بودم و رم کرده به کوه امید حیرت آرم به کمند تو که چون افتادم. Ey dost, sənin eşqin yolunda elə naşadam ki, fələk məni sənin yolunun tozu kimi yelə verdi. Qəzanın qəfəsi içində qolsuz, qanadsız quş idim. Ovçu tələ qurub məni hilə ilə tutdu. Bir ceyran idim, məni ümid dağında ram etdin. Heyrət edirəm ki, mən sənin kəməndinə necə düşdüm. Firidun bəy Köçərlinin təzkirəsində Fatma xanım Kəminəyə aid olan Qəzəl-i Türkü də dərc olunub. Və demək olar ki, Fatma xanım Kəminə haqqında bugünə qədər olan bütün tədqiqatlar məhz bu təzkirələrdən qaynaqlanır. Qəzəl-i Türkü. Ey dil, rəva deyil ki, mən əğyarı yalvarım. Sən rəhlimalıq eylə, gedim yarı yalvarım. Muru mələxü mümini asidi mütməin, lütfi xuday qadir qəffarı yalvarım. Beləliklə, Yalvarım rədifli şeiri də bu istiqamətdə təqdim olunan şeirlər silsiləsindəndir.
O dövrün təzkirəçiləri belə deyirdilər ki, Mirzə Fatimə xanım türk və fars dilində yaxşı savad əxz edib. Hər iki lisanda gözəl şeirlər yazırdı. Təxminən 400-500 əfradi şeiri qəzəlləri vardı. Onlardan bəzisini təyəmmünən buraya daxil qıldıq. Beləliklə, həmin mütəxəssislərin səyi nəticəsində dövrümüzə yetərincə böyük bir xəzinə gəlib çatıb. Şairin farsça olan şeirləri dilimizə ədəbiyyatşünas alim, tərcüməçi Məmməd Ağa Sultanov tərəfindən tərcümə olunub. XIX əsrdə yaşayıb yaradan Şuşalı şair Məmai öz şeirləri ilə birlikdə Fatma xanım Kəminə və bir sıra başqa Qarabağ şairlərinin əsərlərindən bəyəndiyi parçaları Nəvai divanının kənarlarına köçürmüşdü. Burada Kəminənin bir neçə qəzəl və şeiri, həmçinin şairin əsərlərinə Məmai və başqaları tərəfindən yazılmış nəzirələr də vardı. Fatma xanım Kəminə söz sənət sevdalısı idi. Özünə məxsus bənzətmələri, təkrarsız təşbihləri elə aşiqanə duyğularla toxunmuşdu. Əcəb sevdadır bu, sevdaya düşdüm. Rəhi eşqin tutub qovğaya düşdüm. Nə dünyada gəzib kama irişdim, nə fikri yar ol hüqbaya düşdüm. Dəmi gülzar-ı vəslində gəzərkən, diyar-ı hicr tək məbaya düşdüm. Kəminə can nisar eylədi mütləq, yoxumdu can ki mən bimaya düşdüm. Senari müəllifi Sevda Ayazqızı, rejissor Əli Hüseynov, aparıcılar isə Məmməd Bağır Eyvazov, Hüseyn Ağa Aslanov.